Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə Eyler Akademinin 11-ci siniflər üçün nəzərdə tutulmuş budaqlıq sınağına baxırıq və gəlin ilk olaraq qrammatika suallarından başlayaq. Hansı nümunədə elə əvəzlik deyil? Elə həm əvəzlik ola bilər, həm də dəqiqləşdirici ədat kimi işlənə bilər. Fərq ondan ibarətdir ki, əvəzlik suala cavab verəcək, ədat isə heç bir suala cavab verməyəcək. Elə tikələr var ki, yemək olmur. Necə tikələr var? Bu suala cavab verdi. Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Nə tərzdə bağırıbdı. Burada da suala cavab verir. Necə biçərsən, elə də tikərsən. Nə tərzdə sualına cavab verdiyi üçün bu da deyil. Xoruz elə həmin xoruzdur. Dəyişməmişəm. Buradakı elə dəqiqləşdirici ədatdır. İşi dəqiqləşdirir. Ona görə cavabımız D variantıdır. İnsanlar içərisində elələr vardır ki, ancaq öz mənfəətlərini düşünürlər. Burada elələrinin sözü cəm şəkilçisi qəbul eləyibsə, yaxud ismi ait hər hansı bir qrammatik şəkilçisi qəbul eləyibsə, demək ki, bu əvəzlikdir. Heç sual verməyib də rahatlıqla tapa bilərsiniz. 32. Saxlayırdı, sökülərmiş, ayaqlanarsa feillərinin üçünə də aid olan xüsusiyyəti bizdən istəyir. A variantında yazılıbdır. Quruluşca düzəltmə feillərdir. Birinci baxaq görək, quruluşca necədirlər? Saxlayardı sözünün kökü saxlamaq, saxlayır indiki zaman, d isə hissəcikdir. Sökülərmiş sözündə sökmək, sökülmək, qeyri-qəti gələcək zaman miş isə hissəcikdir. Ayaqlanarsa sözünə ayaq, ayaqlamaq, ayaqlanmaq, ar, sa formasındadır. Hər birində hissəcik var. D hissəciyi, mış hissəciyi və sasə hissəcikləri. Hardan bilirik? Çünki qarşılarında bir zaman şəkilçiləri var. Ona görə biz burada hissəciklər olduğunu deyə bilirik. Cavab B variantıdır. Asan bir sual idi. 33-cü sual. Biri zərfdir. Bunlardan hansı zərf olduğunu bilmək üçün əslində nə etmək lazımdır? Sual vermək lazımdır. Nə tərzdə olsun, yaxud da hərəkətin zamanını, yerini bildirirmi, yoxsa bildirmirmi? Küçə isimdir. Biz bunu necə zərf deyək? Yuxarı zərfdir, amma dakidəki onu sifət düzəldir. Biz bunu necə deyə bilərik? Cürbəcür, növbənöv sözləri sifət yaradır. Bunu da qaydadan bilirik. Madammədən şəkilçisi feili bağlama şəkilçisidir. Bunu da bilirik. Əlimizdə nə qaldı? B variantı. Sadəcə bu liqliq şəkilçisini biz elə bilirik ki, həmişə isim düzəldə bilər, yaxud da ki, sifət düzəldə bilər. Amma elə deyil. Liqliq şəkilçisi ilə həm də zərf də düzəldə bilər. Nümunə olaraq həmişəlik sözüdür ki, bu da zaman zərfidir. Cədvələ əsasən doğru fikirləri müəyyən edək. Gözləri yaşlı idi cümləsində hal şəkilçili söz yoxdur. Həqiqətən də yoxdur, çünki onun gözləri deyə bilirik. Onun sözü də yəlik haldır. Gözləri isə artıq mənsubiyyət olacaq. Bu doğru fikirdir. Doğrunun da qarşısına doğru yazıblar və bizə doğru fikirlər deyirlərsə, mən biri götürmək məcburiyyətindəyəm. Birinci sözündən sonra gələn isim həm təkdə, həm də cəmdə işlənə bilər. Həqiqətən elədir. Sıra saylarından sonra gələn isimlər istər təkdə, istərsə də cəmdə olar. Burada yanlış yazdıqları üçün biz bunu götürməyəcəyik. Yamanlığa yaxşılıq kişinin işidir cümləsində keyfiyyət bildirən 3 söz var. Keyfiyyət bildirmək onun sifət olduğunu bildirir. Amma buradakı sifət sayına baxsaq, yoxdur sifət. Yamanlıq, yaxşılıq isimdir. Kişinin, burada bir dənə sifətimiz var, amma o da 3 dənə deyil də. Kişinin işidir. Bu da yanlış bir fikirdir. Müəllimlik sənəti şərəfli bir sənətdir cümləsində ilk söz ismə məxsus bütün qrammatik şəkilçiləri qəbul edə bilərmi? Biz bilirik ki, isimlər cəm şəkilçisi qəbul edir. Ancaq bütün isimlər cəm şəkilçisi qəbul etməyəcəkdir. Bunlardan biri də peşə bildirən sözlərdir. Demək ki, müəllimlik sözü peşə bildirdiyi üçün cəm şəkilçisi qəbul etməyəcək və bu yanlış fikirdir. Yanlışın da qarşısına yanlış yazdıqları üçün götürək. Onunla mı bəhs edəcəksən cümləsində iki müxtəlif əsas nitq hissəsi işlənibdir. Onunla mı əvəzlik, bəhs etmək isə feildir. Həqiqətən də doğrudur. Amma iki müxtəlif əsas nitq hissəsi deyilsə, doğrudur. Elə bildim köməkçi nitq hissəsinə deyil. Burada ümumi ədatdır, əsas nitq hissəsi deyil. Bu doğruydu, sadəcə yanlış verib deyə götürməyək. Hərdən sözünü həm qrammatik, həm də leksik şəkilçi kimi düşünmək olar. Hərdən zaman zərfidir. Bu leksik şəkilçidir. Ona görə də bu yanlışdır. Yanlışın da qarşısına yanlış yazıldıqları üçün cavab 1, 4, 6 E variantıdır. 35-ci sual. Tələffüz şəklinə verilmiş sözlərdən hansını həm sifət, həm də isim kimi düşünmək olmaz?
A variantını düşünə bilərik. Bir atasız olduğu kimi yazılanda sifətdir, bir də xəbərli şəkilçisi. Atasınız və sınız şəkilçisi sız formasında tələffüz olunur. Əminəm ki, bilirsiniz. Buzlu sözünü buzlu da deyə bilərəm. Buzlu. Bir də buzdur formasında da deyə bilərəm. Buzlu sifətdir, buzdur isə isimdir, amma tələffüzü eynidir. Texniki baxış, necə baxış? Bu sifətdir. Bir də Ronaldonun texniki çox yaxşıdır. Yəni texnikası mənasındadır. Bu da doğru fikirdir. Savaddır, bir də savadlı. Təxmini ilə bunun kimi bir söz yazılacaq, bir belə yazılacaq. Savadlı, bir də xəbərli şəkilçisini işlədəcək. Savaddır və hər birində də BCDG qaydasına görə D-T-ya çevriləcək. O birisi isə olduğu kimidir. Cavabımız qalır D variantı. Mexanikdir, bir də mexanikdir. Hər ikisində eyni cür tələffüz olunacaq. Yəni ona görə də bu isimdən başqa bir şey düşünə bilmərik. Keçək növbəti sualımıza. İşi bu gün bitir cümləsində feilin sualına niyyət olduğunu nəzərə alaraq doğru fikri müəyyən edin. Sözün quruluş cəhət növünə istifadə olunmuşdur. İşi sadə, bu gün mürəkkəb, bitir isə bitməkdən bitirmək olduğu üçün düzəltmədir və bu doğru fikirdir. Mənsubiyyət şəkilçili söz işlənmişdi, yanlışdır. Buradakı işi təsirlik aldı. Nəyi bitirsin? İşi bitirsin. Başlanğıc formada olmayan bir söz işlənmişdi. O da yenə işi sözüdür. Çünki o başlanğıc formada deyil, ismin hal şəkilçisi ilə işlənibdir və bu düzgün fikirdir. Feilin xəbər şəklində deyil, əmr şəklindədir. Verilmiş nümunədəki feil, yəni bitirmək feili, bağında almalar bitirir. Bitirmək feili ilə homonimlik təşkil edilir. Bəli, buradakı bit fərqli mənalardadır. Ona görə də biz bunu homonim deyəcəyik. Cavabımız C variantıdır. Cümlənin birində da şəkilçisi zərf düzəltməmişdir. Yəni isimə əlavə olunanda zərf düzəltməyəcəkdir. Qarabağda, harada, burada cavabımız elə A variantıdır. Baharda nə zaman, gündə nə zaman, qışda nə zaman, atası ilə birlikdə nə tərzdə, bunlar hamısı zərf düzəldən şəkilçidir. A variantı isə deyil. Demək ki, xüsusi isimlərdir. Ümumiyyətlə isimlərə qoşulanda harada sualına cavab versə, yer bildirsə, bu artıq isimə əlavə olunubdur. Amma baharda nə zaman, gündə nə zaman tipli sözlərdə isə zərf mövqeyinə çıxış eləyəcək və leksik şəkilçidir. Məna tayları müxtəlif nitq hissələrinə aid olan homonimlərini istəyir bizdən. Sadə sözünün müxtəlif nitq hissəsidir. Sifətdir, feildir və qoşmadır. Qoyun sözü, qoyun bir isimdir, qucaq mənasında, bir də qoyun heyvan mənasındadır. Bu ikisi də eyni nitq hissəsi olduğu üçün A variantını götürmürük. Bezin amma müxtəlif mənası var. Bir feildir, bir də bez parça mənasında işlənəcəkdir. Bir dənə qoyun sözünə görə biz bunu götürməyəcəyik. Qat, qatmaq, isim və feil. Qala, qalamaq, isim və feil. Təsnif bölgü mənasında var, bir də təsnif muğam mənasında var, amma yenə isimdir deyə alınmır. Yaş, sifət və isim. Təmsil, isimlə isim, ona görə də təmsil sözü də alınmır. Məsələn, bir ölkəni gedib təmsil edirsən, bir də janrdır təmsil. Təmsil sözünə görə biz bunu götürmürük. Tər, insanın təri, bir də təzə mənasında. Gül, gülmək mənasında işlə. Bir də alın, insanın alını ilə alınmaq, işlərim alındı mənası var. Bu doğru versiyadır. Cavab D-dir. Burada baş sözü də, baş sözü bilirik ki, heç homonim deyil. Buna baxmağın adı yoxdur. Cavabımız D variantıdır. Cəhdlik sözünün fonetik təhlili ilə bağlı yanlışı istəyir. Cəhdlik sözün birinci tələffüz forması necə? Cəldlik formasında olacaq. Xışdirik də yanındadır. Yazılışı ilə deyilişi arasında 3 fərqli məqam var. Bu doğru fikirdir. Heca və saat sayı eynidir. Həqiqətən də eynidir. 2 hecalı sözdür və tələffüzündə də 2 dənə sait var. Söz y samitinin kar qarşılığı ilə bitir. Y samitinin kar qarşılığı xeşdirikdir və bu doğru fikirdir. Kar cingiltili samit cütlüyü işlənmişdir. Samit cütlüyümüz T'dir. Doğrudur. İkinci hecanın ikinci samiti cingiltili tələffüz olunur. İkinci hecanın cəldi ikinci samiti, yəni bu cəldi ikinci hecası budur. Cingiltili tələffüz olunur, səhvdir. Bu kar tələffüz olunub. Xeşdirik bilirik ki, kardır. Biz bunu elə C variantında görmüş oluruq. Ona görə də cavabımız E variantıdır. 40-cı sual. Çox sözü hansı şəkildə əlavə olunsa, nitq hissəsi dəyişəcək. Çoxdur, saydır. Yəni bizə leksik şəkilçi lazımdır, konkret olaraq. Bu feil düzəldən şəkilçi də ola bilər, amma buradan feil yaratması imkansızdır. Çünki feildən feil düzəldən şəkilçidir. Çox amma saydan zərf kimi düşünə bilərik. Çoxluq,
2-ni götürək. Çox almaq götürə bilərik. Çoxdan çoxu olmaz, çoxsunuz olmaz. 2 və 3 olan versiyamız varmı? Cavab B variantıdır. Bununla da qrammatika suallarını həll etmiş olduq. İndi isə gəlin Eled Akademinin fərqli qiymət mətninə baxaq, ondan sonra testlərini işləyək. Deyirlər ki, Bəhlul Danəndə boş vaxtlarında çay kənarına gəlib, orada gildən evcik düzəldərdi. O bu işi sevərək və çox həvəslə edərdi. Onun bu vərdişi görənləri təəccübləndirərdi. Bir gün xəlfə Harun Ərdəşirin xanımı Zibeydənin yolu çay kənarına düşür. Bu vaxt Bəhlul yenə gildən evcik düzəltməklə məşğul idi. Düzəltdiyi evin qarşısında bağçaya bənzər sahə ayırmış, buraya bir neçə ot, ələf bastırmışdı. Zibeydə yaxın gəlib Bəhluldan soruşur. Bəhlul, burada nə edirsən? Bəhlul cavab verir. Cənnət düzəldirəm. Bax, bu cənnət qəsridir. Bu isə ətrafındakı bağçadır. Bu ağacların altından süd çayları axır. Zibeydə gülümsəyib soruşur. Düzəltdiyin cənnəti nə edəcəksən? Bəhlul, müştəri tapıb satacağam. Zibeydə soruşmağa davam edir. Mənə satarsanmı? Bəhlul, sataram deyil. Zibeydə cənnətin qiymətini soruşanda Bəhlul cavab verir ki, bunun qiyməti 100 dinardır. Zibeydə kəncə tapşırır ki, Bəhlula 100 dinar versin. Bəhlul pulu alıb söyləyir. Bu cənnət indi oldu səninki. Amma bunu təsdiq edən sənəd hələ hazır deyil. Sabaha kimi sənəd hazır olub sənə təqdim edilər. Zibeydə saraya qayıdır. Bəhlul da şəhərə dönür. Yol boyunca rastına çıxan hər fəqirə 1 dinar sədəqə verir. Beləliklə 100 nəfərə bu puldan pay düşür. Həmin gecə Zibeydənin əri Harun Ərdəşir yuxuda görür ki, məhşər qopub. Onun günahlarını üzünə oxuyub cəhənnəmə sarı aparırlar. Qorxusundan yarpaq kimi tir-tir əsən Harun uzaqdan gözəl bir qəsr görür. Qəsrin divarları ləl cəvahiratdan idi. Yaşıl ağaclarla Harun qəsri görəndə yanındakı mələklərdən soruşur. Bu qəsr kimindir? Orada kim yaşayır? Haruna cavab verirlər. Bu qəsr sənin arvadın Zibeydiyə məxsusdur. Amma sən ora getməyə yoxdur. Harun Ərdəşir hovlunaq yuxudan ayılır və yuxusunu Zibeydiyə danışıb mənasını soruşur. Zibeydə Bəhlulla olan söhbətini yada salır. Əhvalatı Haruna danışır. Səhər açılanda Harun çay kənarına gəlir. Görür ki, Bəhlul yenə gildən evcik düzəltməklə məşğuldur. Harun soruşur. Nə edirsən? Cənnət düzəldirəm, deyə Bəhlul cavab verir. Harun, 100 dinar versəm onu mənə satarsan? Bəhlul yox deyib əlavə edir. Bu cənnətin qiyməti sənin üçün 100 dinar yox, 100 min dinardır. Harun təəccüb içində bağırır. Dünən bu gil evciyi Zibeydiyə 100 dinara satmısan. Bugün məndən 100 min dinar istəyirsən? Bəhlul əhvalını pozmadan cavab verir. Zibeydə bu evciyi yuxu görmədən, qiymətini bilmədən almışdım. Sənsə bu gecə onun qiymətini görmüsən. Ona görə sənin üçün qiymət tamam başqadır. Maraqlı mətindir. İndi isə gəlin qrammatikasına baxaq. Birinci nə istəyir bizdən? Mətndə çərçivə daxilində verilmiş söz cümlənin birində kontekstdəki mənasına uyğun işlənmişdir. Kontekst yəni yerindəki mənasına görə. Gil evdən evcik düzəltmək qurmaq mənasındadır, yaratmaq mənasındadır. Bu sualın düzgün cavabı nə fikirləşirsiniz? Düzgün cavab burada C variantıdır. Qaranquşlar özləri üçün yuva düzəldir, bu da ev düzəldir. Eyni mənadır, tikmək mənasındadır. Obrislər ümumiyyətlə məntiqsizdir. B variantı bəlkə fikrinizi yarada bilər, ancaq B yayındırmasın sizin fikrinizi. O, yəni təmirə ehtiyacı olmaq mənasındadır. Ona görə 41-də cavabımız C variantıdır. 42-ci sual. Mətnin əsasən uyğunluğu müəyyən edin. Mətnin giriş hissəsi 2 abzasdan ibarətdir. Mətnin giriş hissəsi nəzər salsaq sadəcə bir abzasdan ibarətdir və əsas hissə bir gündən gəlir. Demək ki, bu yanlış fikirdir. 1 doğru cavab ola bilməz. Mətndə adı çəkilən obrazların bəzilərinin nitqinə yer verilməmişdir. Burada yanlış fikirdir. Ona görə yanlışdır ki, adı çəkilən sözü var. Bəzən şagirdlər bu mətni işləyərkən Kəniz Zibeydən kəncə tapşırır ki, Bəhlula 100 dinar versin və kənizin burada nitqi yoxdur. Düzdür. Mələklərin nitqi var, burada öz əksini tapıbdır, ancaq kənizin nitqi yoxdur. Kənizin burada nitqi yoxdursa və kənizin adı da verilməyibsə, bu məsələyə dəxli yoxdur da. Yəni düşünməyin ki, orada söhbət kənizdən gedir. Adı çəkilən obraz Bəhlul var, Zibeydə var,
Harun var. Hər birinin nitqinə yer verilibdir. Demək ki, 2 də yanlışdır. Adları da çəkilibdir. Əgər kənizin adı çəkilsəydi və nitqi verilməsəydi, biz bunu doğru götürə bilərdik. Demək ki, 1 də səhvdir, 2 də səhvdir. Zibeydənin insanlara sədaqə payladığı müşahidə olunur. Mətndə belə bir şey yoxdur. Mifik obrazlardan istifadə edilmişdir. Bu düzdür. Demək ki, yanlış, yanlış, yanlış. Yanlışın altından da yanlış 3-dür. Yalnız 3 cavab E variantıdır. Mətnə əsasən doğru yanlış fikirləri istəyir. Harunun zəngin olduğunu bilən Bəhlul nəfsinə sahib çıxa bilmir. Bu yanlışdır. Harun üçün zəngin olması Bəhlula heç bir aidiyyəti yoxdur. Yəni Bəhlula pul düşündürmür. Bəhlul satdığı cənnətin sənədlərini təhvil vermir. Bu doğrudur. Sənədlərini görə bilmir ki, təhvil versin. Xəlfənin reaksiyasını Bəhlul təəccübləndirir. Xeyr, Bəhlulu təəccübləndirmir. Hardan görürük? Axırda belə bir yox sözündən sonra əhvalını pozmadan cavab verir sözü var. 3 yanlışdır. Bir şeyin maddi dəyəri şəxslərə görə dəyişə bilər. Bəli, şəxslərə görə dəyişə biləcək. 2, 4 doğru fikir. 1, 3 isə yanlış deyən cavabımız A variantıdır. Şərtdə bizdən yanlış istəyir. Mətnlə bağlı yanlış fikri müəyyən edin. Bu asan bir sualdır. Çünki cənnəti almaq üçün gəlmişdir. Fikri 2 obraza aid deyil. Sadəcə bir obraza aiddir. Harun Ər-Rəşidə. Biz burada xanımın gəlib onu soruşduqdan sonra cənnəti almasını görürük. Xanımın məqsədi orada deyil. Yəni məqsədi onun üçün gəlməyib ki, oradan pul alsın, cənnət alsın. Nə edirsən deyə soruşur. 2 obraz deyil. 45. Mətnlə bağlı klaster istəyir. Bu doğru üslublara aid xüsusiyyətdir. Bunlara fikir versəniz, bir publistik üslubun xüsusiyyətidir, 2 bədii üslubdur. 3 dramaturgiya deyil, bu lətifədir, yəni bu yanlışdır. Sonra bədii suala yer verilməyən düzdür bu. Bədii sual yoxdur. Hər birinin cavabı verilibdir. Mətnin aid olduğu üslubda fərdiliyə digər üslublara nisbətən daha çox yer verilir. Bu da doğru fikirdir. 2, 4, 5 olan verəcəyimiz cavabımız C variantı olacaq. Əvvəldə işarə qoyulmuş sözlərin mənasını bizdən istəyir. Üçbucaq işarəsi təəccübləndirdi, heyrətləndirdi. Məşər də qiyamət sözü mənasında işlənibdir. Bəhlul haqqında xüsusiyyət, xəlifə haqqında xüsusiyyət. Bəhlul neynir? Cənnət düzəldir. Yaza bilərik, cənnət düzəldir. Bəhlul neynir? İnsanlara pul paylayır. 100 dinar alır və pulu paylayıbdır. Xəlifə neynir? Cənnət almaq istəyir. Xəlifə neyniyib? Sonra yuxusunu xanımına danışıbdır. Belə bir şey yaza bilərik. Hər ikisi neynir? Ya da yuxu görür də yaza bilərik xəlifə haqqında. Hər ikisi Zibeydə ilə ünsiyyətə gedir. Zibeydə xanımla ünsiyyətdə olur. Bu da ortaq bir xüsusiyyəti yaza bilərik. Mətnin sonuna Harunun deyilənlərdə nəticə çıxara bilmədiyini əks etdirən cümlə əlavə edin. Cümlə də belə ola bilər ki, Harun da əhvalını pozmadan cavab verir. Yox, mən də Zibeydəyə verdiyin kimi 100 dinar sənə verəcəm. Belə bir sual yazsa, demək ki, bu dəyişməyibdir, elə 100 dinardan yapışıb qalıbdır. Ya da mən buranın hökmdarıyam, səni edam etdirərəm tipli sual da yaza bilərsiniz. Mətndə nöqtələrin yerinə uyğun gələn söz yazmaqla cümləni tamamlayın. Nöqtələrimiz bunlardır. 1. Qəsrin divarları ləl cəvahiratdan idi. Yaşıl ağaclarla əhatə olunmuşdur və amma sənin oraya getməyə ixtiyarın yoxdur. Sözünü yaza bilərsiniz. Mətnə əsasən yanlış fikri müəyyən edib seçiminizi əsaslandırın. Burada 3-cü fikirdir. Bəhlul Harunla dialoqunu onun muti xarakter, muti sakit səssiz deməkdir. Amma belə bir xüsusiyyəti görmürük və ona etiraz edib yox deyir və bununla da biz əsaslandırılmış ola bilərik. Açıqlarla bağlı əlavə bir sözünüz, fikriniz də varsa şərh bölməsinə qeyd edə bilərsiniz, müzakirə edərik. Və son mətnimizə də baxaq, yekunlaşdıraq. Mətnin adı cizgi filmlərinin təsiridir. Müasir uşaqlar daha çox yeni tipli cizgi filmlərinə baxmağa üstünlük verirlər. Mütəxəssislər belə filmlərin uşaqların psixologiyasına dərin və zərərli iz buraxdığını söyləyirlər. Mətni işləyərkən çalışın üzərində rəqəm yazılmış sözlərin altından xətt çəkin ki, testdə işləyəndə rahat olsun. Amerikada bir qrup psixoloq tərəfindən aparılan araşdırma müasir cizgi filmlərinin uşaqlara həyatı öyrətmək əvəzinə onları şiddət və zorakılığa meyilləndirdiyini ortaya çıxardı. Seattle Uşaq Xəstəxanası Araşdırma İnstitutunun mütəxəssislərinin 330 uşaq üzərində apardığı araşdırmanın nəticələrinə görə məktəb öncəsi dövrdə şiddət mövzulu cizgi filmləri izləyən uşaqlar daha sonra yaşlılarına görə 3 qat daha aqressiv olurlar. Belə uşaqlarda hiylə, pis davranış, itaətsizlik, aqressivlik və vicdan əzabı çəkmək kimi davranışların müşahidə edildiyi ortaya çıxdı. Bu da müasir uşaqların uçuruma doğru getdiyini göstərir.
Uşaqlar körpəlikdə izlədikləri cizgi film məzmununa deyil, daha çox rəngli ikinci sözümüz rəngli sözüdür. Rəngli kadrlarına və maraqlı səslərinə diqqət edirlər. İnsan və heyvan fiqurları da bu yaşda uşaqların marağını daha çox cəlb edir. Hər yaş qrupu izlədiklərindən fərqli yollarla təsirlənir. Məktəb yaşlı uşaqlarda şiddət, qorxu aşılayan filmlərə maraq yaranır. Bunun səbəbi telekanallarda yalnız bu məzmunlu filmlərin yayımlanmasıdır. Uşaqlar şiddət məzmunu görüntülərdəki qəhrəmanlarla eyniləşmək meylindədirlər. Xüsusilə film qəhrəmanlarının uğurlarını görüb bundan təsirlənirlər və onlar kimi olmaq arzusuna düşürlər. Uşaqların alt şüurlarına zərərli informasiyalar yerləşir və ehtimal ki, bunun gələcək fəsadları ağır olacaq. Hər bir cizgi filmin konkret süjeti olmalıdır. Təəssüf ki, müasir cizgi filmlərin əksəriyyətində heç bir süjet xətti olmur. Adətən cizgi filminin qəhrəmanlarından biri qovur, digəri isə qaçır. Belə görüntü və dinamika uşaqları cəlb etsə də, əslində heç bir məna ifadə etmir. Həmin cizgi filmləri uşaqlara heç nə öyrətmir və izah etmir. Əksinə, uşaqların əqli inkişafına mənfi təsir göstərir. Eyni zamanda baxılan cizgi filmlərinin əksəriyyətinin əcnəbi dillərdə olması da mənfi təsirlərdəndir. Buradakı növbəti sözümüz dil sözüdür, üzərində rəqəm yazılıbdır. Son vaxtlar çəkilən əksər cizgi filmlərdə dəqiq və məntiqli sonluq olmur. Bir bölümdə cizgi filmin qəhrəmanının başına ütü düşür, od dayanır, amma eyni həmin bölümün digər hissəsində qəhrəman yenidən sağ-salamat üzə çıxır. Əksər cizgi filmlərində qəhrəmanların geyimləri bir bölümdən bir neçə dəfə dəyişir. Həmin filmi izləyən uşaqlarda məkan mənası formalaşmır, onlar harda və necə gəldi davranır, ictimai yerlərdə davranış qanunlarını pozmağa meyilli olurlar. Bəzən də cizgi filmi düzgün seçilsə də, uşaqların uzun müddət televiziya qarşısına əyləşməsinə yol verilməzdir. Uşaqların cizgi filmini izləmə müddətinin onların yaşına uyğun olmasının vacibliyi barədə psixoloqların da fikirləri vardır. Belə ki, bu müddət yaşa görə müxtəlifdir və valideynlər mütləq bunu nəzərə almalıdır. Birinci sualı doğru deyil. Bir-biri ilə bağlı hadisələrin inkişaf xətti cizgi filmlər üçün əsas tələbdir. Bəli, yəni süjet xətti olması vacibdir. Film izlənmə müddəti ilə yaş arasında müəyyən mütənasiblik yoxdur. Nəticə hissəsində gördük ki, vardır. 2 yanlışdır. 2 olan versiyaları silək. 1 olan versiyaları saxlayaq. Yanlışın altında demək ki, 4 yanlış imiş. Süjet xətti olmayan cizgi filmlərin uşaqlara mənfi təsir olmur, səhvdir olur. Cizgi filmlərdə natamam sonluq onların qüsurlarından biridir. Bu doğru fikirdir, amma yanlışın altında bu burada yazılmalıdır əslində. Ehtimaldır. Şiddət məzmunlu cizgi filmləri izləyən uşaqların şüuraltısı zədələnir. Bu da doğru fikirdir. Cizgi filmlərin şiddət məzmunlu olması gələcəkdə problemlər yarada bilər. Bu doğrudur. Cavab C variantıdır. Hansı plan bəndinin mətninə aid etmək olmaz? Cavab etalonundan da görüldüyü kimi dedi. Məna ifadə edib cəlb etməyən göründü. Məna ifadə edib bundan məna ifadə etmir. Yəni sadəcə qaçır burada edib yox, etməyən. İfadə etməyən görüntü olmalıdır. Amma cəlb edir görüntü. Hansı fikir mətnə görə əsaslandırmaq mümkün deyil. Burada yazılıbdır ki, cizgi filmlərin çox baxılması görmə qabiliyyətinə mənfi təsir edir. Bunun mətnlə heç bir yaxın uzaqdan əlaqəsi yox idi, görmüşük. Qarşısında yumru işarə qoyulmuş abzasla bağlı doğru fikirləri bizdən istəyir. Burada maraqlı bir cümlə var, həmin o hissədə. Belə bir yazılıb ki, buradan keçək. Yazılıb ki, müasir uşaqların uçuruma doğru getdiyini. Uçuruma doğru getmək burada həqiqi mənada işlənməyibdir, məcazi mənada işlənibdir. Bax, o uçuruma doğru getmək deməli poetik təfəkkürdür. Poetik təfəkkür olduğu üçün publisistik üslubun xarakterinə uyğun olmayan nümunə də işlənibdir. Və biz burada nəyə gördük? Mövcud olan çatışmazlıq. Nə idi mövcud olan çatışmazlıq? Onlar aqressiv idi, pis davranırlar bir-birlərinə, kobudurdular. Qaynaqlarını araşdırıb ki, demək ki, bu uşaqlıqdan baxdıqları cizgi filmmiş. Cavabımız E variantıdır. 2 və 3-ün məsələyə dəxli yox imiş. Çərçivə daxilində verilmiş söz qorxu aşılayan sözdür. Bu qorxunu aşılamaq məcazi mənada işlənibdir və mənimsətmək, öyrətmək mənasında öz əksini tapır. Mətnin 3-cü abzasına əsasən cədvəli tamamlayır. Fakt kimi yazıb ki, məktəb yaşlı uşaqlarda şiddət və qorxu filmlərinə maraq daha çoxdur. Müddəyə kimi yaza bilərsiniz ki, TV-lərdə şiddət məzmunlu cizgi filmləri öz əksini tapıbdır. Var. Fakt maraq göstəribdir. İkinci də orada olan obrazlara özlərini bənzədiblər. Burada baxanda görə bilərsiniz ki, elə bir cümlə var idi. Bu bizim 3-cü abzasımızdır. Onlar televizorda deməli göstəriblər.
və sübut kimi də gördükləri qəhrəmanlarla eyni şiddət məzmunu göstərən qəhrəmanlarla eyniləşmək meyli olubdur. Bu da bizim faktımızdır ki, həqiqətən də olublar. Müddəa da ki, qorxulu filmlər uşaqlara pis təsir göstərir. Yaxud da televizorda qorxulu filmlərin verilməsi uşaqlara xoş deyil kimi müddəa atmaq lazımdır. Faktda sübut deməkdir. Tünd qara hərflə verilmiş sözə əsasən cədvəl tamamlayın. Sözün qarşılıqlığını istəyir bizdən. Tünd qara hərflə verilmiş sözümüz hansıdır? Psixoloqun da fikirləri var. Bir cümlə. Başqa varmı tünd qara hərflə verilmiş söz? Yoxdur. Tünd qara hərflə verilmiş sözə əsasən cədvəl tamamlayın. Bir dənəmiz var, yazaq da. Psixoloqların da fikirləri vardır. Fikirləri, düşüncələri, arqumentləri yaza bilərik. Fikirlərin qarşısında arqumentləri, dəlilləri yaza bilərik. Arqument, dəlil və həmin arqument və dəlil sözünü cümlədə işlədə bilərsiniz ki, misal üçün, polislərin bu cinayətlə bağlı müxtəlif dəlilləri, arqumentləri, fikirləri var. Tipli cümlələri yaza bilərsiniz onların qarşısına. Yəni fikir sözünün qarşısı arqument və dəlillə əvəz oluna bilər. Mətndə kursivlə verilmiş cümlədəki üslub xətalarını düzəltməklə yenidən yazın. Kursivlə verilmək çəpinə yazılmış deməkdir. Burada belə bir cümlə var. Həmin filmi izləyən uşaqlarda məkan mənası yox, məkan anlayışı formalaşmır və davranış qanunları yox, davranış qaydalarını pozmaq. Qayda və qanun orada dəyişməli idi. Əlbəttə ki, uşaqların bilik və dünya görüşünün artırılmasına xidmət edən kifayət qədər müasir cizgi filmləri var. Cümləsini təkzib edən ən azı bir fakt yazın. Faktımız ondan ibarətdir ki, hal-hazırda 3-cü abzasdakı olan sözü yaza bilərik ki, hal-hazırdakı televizorlarda mənfi xarakterli obrazlar var ki, bu da uşaqların alt şuurunda öz əksini tapır və şiddətə meyilli olurlar. Sözlərin funksiyasını və həmin fərqli funksiyasını işlənilir. Üzərində rəqəm yazılmış sözlər. Dərin iz poetik üslubdadır. Dərin quyu həqiqidir, informativdir. Rəngli kadr həqiqidir. Rəngli dünyası poetikdir. Əcnəbi dil informativdir. Pianonun dili yaxud da telefonun dili isə poetik funksiyada işlənmişdir. Və beləliklə də biz El Akademiyinin buraxılış sınağını tam şəkildə bitirmiş olduq. Bundan əlavə bizim buraxılış sınağımıza qoşulmağımız üçün bir əlaqə nömrəsi yazın 050 880 71 89. Qoşularaq sınaq qrupumuza yazılıb, oradan həftədə 2 dəfə olmaqla ümumi 8 sınaq işləmiş olacaqsınız və yəni bir ayda 8 sınaq heç də az deyil. Həmçinin qrammatikasında ayrı-ayrılıqda izahları veriləcəkdir. Həmçinin bizim dərslərimizə də qoşula bilərsiniz. İstər 9, istərsə də 11-ci sinif buraxılış imtahanına, həmçinin blok imtahanlarına da bizlərlə hazırlaşmaq üçün bu nömrələrə yazıb maraqlana bilərsiniz. Uğurlar hər birinizə. Növbəti videoda görüşmək ümidi ilə sağ olun.